Değerli izləyicilər, hər birini salamlayıram. Allahın salamı olsun sizə. Balakən şəhərinin mərkəz küçələrinin birində gözəl bir əmlak satışa çıxarılıb, yeni bir tikilidir. Değerli izləyicilər, yeni tikilini sizə təqdim edirəm. Gördüyünüz belə bir yeni inşa olunmuş yaşayış evidir. 3 sotuq torpaqda yerləşir. Gözəl dəmir darvazaları var. Və yan tərəfə inşallah setka hasardır. Belə bir yaşayış evi, əmlak satışa çıxarılıb. Daxil oluruq həyət. Daxil olduq həyətə. Belə bir həyəti var. Həyətdə gözəl dərin qazılmış kanalizasiya sistemi və belə su saxlamaq üçün baseniyası tikilib, inşa olunmuşdur. Değerli izləyicilər, evin daxili görünüşünü sizə təqdim etmək istəyirəm. İlk öncə evin qabaqdan fasadlı görünüşünü sizə təqdim edirəm. Və qabağında belə bir baseniyası gözəl bir şəkildə inşa olunmuş yaşayış evidir. Şəhərin mərkəz küçələrinin birində belə bir ev satışa çıxarılıb. Daxil oluruq evə. Değerli izləyicilər, evə keçməzdən əvvəl həyətyanın torpaq sahəsində sərhədləri mən göstərirəm. Gördüyünüz belə bir setka hasardır və evin yan tərəfində qonşu ilə 1 metr məsafə saxlanılıb. Evin arxa tərəfini də mən sizə təqdim edirəm. Değerli izləyicilər, arxa tərəfdə də belə 3 metrə məsafə saxlanılıb. Qonşu ilə arada məsafə saxlanılıb. Ümumilikdə 3 sot həyətyanı torpaq sahəsidir. Değerli izləyicilər, daxil oluruq evə. Evin daxili görünüşünü təqdim etmək üçün. Girişdə belə bir pilləkənlər. Pilləkənlər pillələri 10 ədəddir. Yeni tikilidir. Betondan tökülmüş pilləkənlərdir və üzərindən taxta materialı ilə mərmər materialı ilə düzəlməlidir. Və ilk öncədən evin daxili görünüşünü təqdim etməzdən əvvəl evin padval hissəsini sizə təqdim etmək istəyirəm. Padval hissəsi hündürlüyü 1 metr 80 santıdır. Və burada müxtəlif əşyalar, istifadə olunmayan əşyalar da burada yerləşdirilib və saxlanılır. Evin padval hissəsidir. Belə. Yeni tikilidir. Padval hissəsində də havası gözəl havası var. Padval hissəsində. Və buradan santexnik turbalar gedir. Və burada pitiminutka yerləşdirilib. Belə. Yerdən pola qədər olan məsafə 1 metr 80 santıdır. Santexnik xətlər çəkilib. Gördüyünüz xətlər kombi üçün nəzərdə tutulub. Yəni çəkilib, hazır vəziyyətdə saxlanılıb. Kombi qoymaq üçün bura. Pilləkənlə qalxırıq evin daxili görünüşünü təqdim etmək üçün.
Değerli izləyicilər, daxil oluruq evə. Evdə girişdə belə bir dəhliz hissəsi. Gördüyünüz belə koridor hissəsidir. Yəni polu taxtadan və ağardılmış hazır vəziyyətdə. Sağ tərəfdə mətbəxidir. Gördüyünüz mətbəx mebeli düzülmüş və hazır vəziyyətdə. Tavanı hazır. Polu hazır vəziyyətdə. Və buradan gözəl görünüşü olan yaşayış evidir. Keçirik digər otaqları sizə təqdim edirəm. Sol tərəfdə, deməli koridordan sol tərəfdə belə bir yaşayış otağı, yataq otağı. Gördüyünüz divan kreslosu. Bura qonaq otağı kimi nəzərdə tutulub. Belə qəşəng. Və keçirik digər tərəfə. Deməli, mətbəxin yanında belə hamamı var. Deməli, polu isti poldur. Və keçirik digər yataq otağına. Belə bir yataq otağı. Yeni tikilidir, divarlar ağardılıb. Tavanı hazır. Havası gözəl və poldan tavana kimi məsafəsi 3 metr məsafə var poldan tavana. Bir otağı belə hazırlanası, divarları şkaturka olunub, polu tavanı vurulamalıdır. İşığı çəkilib. Bir otaq yarım çıxdı. Qalan bütün otaqlar hazırdır. Deməli, 3 yataq otağından, mətbəx, hamamdan ibarət. Bir də belə bir koridordan, dəhlizdən ibarət yeni tikili yaşayış evi, podvallı. Podval hissəsi 1.80 olan gözəl bir yaşayış evi 3 sotux torpaqla satışa çıxarılıb. Belə bir yerdə, şəhərin mərkəzində yaşayış evi istəyən hər kəs bizimlə əlaqə saxlayıb ətraflı məlumat bizdən ala bilər. Dəyərli izləyicilər, sizə evin həyətyanı torpaq sahəsi və evin özünü, daxili görünüşünü mən təqdim etdim. Belə bir yeni tikili olan ev satışa çıxarılıb. Deməli, qiyməti videonun altında göstəriləcək. Belə bir yaşayış evi istəyən hər kəs bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Sağ olun dinlədiyinizə görə, sağlıqla qalın.